Maşa və Ayka. Biri var idi, biri yox idi. Bir vaxtlar dünyada iki qız var idi. Birinin adı Maşa, o birinin adı Zoyka idi. Maşa hər şeyi özü etməyi çox sevirdi. Şorbanı özü yeyirdi. O özü fincanından süd içirdi. Oyuncaqları dolaba özü qoyurdu. Ancaq Zoyka özü nəsə etməyi heç istəmirdi və sadəcə deyirdi: "Ay, istəmirəm. Ay, bacarmıram. Ay, etmirəm." Hər şey ay və ay. Beləliklə onu Zoyka deyil, Ayka çağırmağa başladılar. Ağıllı tələ. Şıltaq Ayka bostanda öz tərəvəzlərinə qulluq edən Maşanın yanına gəldi və dedi: Ay, Maşa, sənin nə gözəl yer kökün yetişib. Yəqin ki, şirindir. Maşa Şıltaq Aykaya 3 yer kökü verdi. Ayka meşəyə getdi. Cığırla gedə-gedə şirin yer kökünü yeyirdi. Xaç-xuç, xaç-xuç. Balaca dovşanlar rastlaşdı. Salam, Ayka, mənə yer kökü ilə qonaq edərsən? Ayka ona öz tərzində cavab verdi. Ay, hələ gör nə istəyir. Ay, mənim cəmi 3 yer köküm var. Ay, mən özüm onları yeyəcəm. Balaca dovşan çox inciyib dedi. Amma mən həmişə səninlə paylaşmışam Ayka. Çiyələk də, moruq da vermişəm. İndi mən meşədəki hər kəsə deyəcəm ki, sən acgöz Aykasan. Ayka hirslənərək ona barmağını yelləyib dedi. Ay, sən uzun qulaq dovşan. Mən sənə göstərəcəm. Mənə acgöz dediyinə görə səni pişman edəcəm. Ayka evə qayıdıb kürək götürdü. Dovşanın evinin yaxınlığındakı cığırda dərin bir çuxur qazdı. Üstün budaqlarla örtüb, yarpaqlarla gizlətdi. Sonra əvvəl ana ayının yanına gedib dedi. Ay, qonur ayı, meşəmizdə pis və hiyləgər bir heyvan dolaşır. Mən də yolda tələ quyu qazdım. Həmin hiyləgər heyvan ora düşəndə yaxşı heyvan olduğunu deyib qışqıracaq, köməyə çağıracaq. Özünə müxtəlif adlar deyəcək. Ay, sən ancaq ona inanma. Onu çuxurdan çıxarma. Sonra isə Ayka ana dovşanın və ana sincabın yanına gedib onlara da həmin hiyləgər pis heyvandan danışdı. Hələ üstənlik onları qorxudub dedi. Əgər onu çuxurdan çıxarsanız, sizi dişləyəcək. Ayka balaca dovşanı aldatdığına görə özündən çox razı halda evə qayıtdı. O quşlara, ağaclara baxa-baxa gedərkən elə özü tələyə düşdü. Özü quyudan çıxa bilmədiyinə görə köməyə çağırmağa başladı. Ay, kömək edin. Mənəm Ayka. Ay, məni buradan çıxardın. Bütün heyvanlar tələ quyunun ətrafında toplandılar. Ana ayı dedi. Hələ bir bu hiyləgər heyvana baxın. Özün Ayka adlandırır. Ana dovşan dedi. Gəlin, onu çıxarmayaq. Ana sincab dedi. Bu pis heyvandır. Biz onu çıxarsaq, o hamımızı dişləyəcək. Maşa da meşəyə gəldi və çuxurdan çıxan səsi eşitdi. Ay, məni çıxardın. Bura qaranlıq və soyuqdur. Üstümdə qurbağalar hoppanır.
Maşa tez dedi. Bu ki Aykanın səsidir. Budaqları aralayıb çuxura baxdılar və gördülər ki, quyunun dibində Ayka oturub ağlayır. Köməkləşib heyvanlar Aykanı çuxurdan çıxartdılar. Ayka gözlərindən yaş süzülə-süzülə heyvanlara baxıb dedi: "Ay, məni bağışlayın. Ay, mən bir daha heç vaxt başqasına tələ qurmayacağam."